Hər kəs salamlayıram əziz və dəyərli izləyicilər. Bugün sizlərlə birlikdə İnciyə hər zaman olduğu kimi yüksək qidalı və keyfiyyətli bir şorba hazırlayacağıq. Şorbamızın da tərkibi hər zamanki kimi şemli irmik və kartof, kök, toyuq və toyuq bulyonu bunlardan ibarətdir. Burada ilk olaraq İnci xanıma D vitamini verirdim. Ona görə biraz üzü narazı kimidir. Amma sonra da yeməyi verdim. Bu arada 2 yaşına kimi bütün uşaqlar, yəni araşdırmışam ki, ən azından yəni gündəlik dozanı almalıdırlar hər gün. Məsələn, İnci 400 IU yazılan dozadan alır. Yəni gündəlik dozadır bu. Yadınızdadsa bir neçə ay öncə İnci xanım biraz bizi qorxutmuşdu, qrip olmuşdu. Biz də getmişdik həkimə. Yəni nə lazımdır, analizlər və s. onun üçün və getdik. Doktor bizdən bir neçə vitamin analizi istədi. Bir də qanın ümumi analizi. Şükür Allah, hamısı normal çıxdı. Elə əsas da mənə D vitamini maraqlı idi. Və yoxlatdıq, gördük ki, tam optimal səviyyədədir D vitamini. Bu arada qeyd etmək istəyirəm ki, əslində 1 yaşında uşaqlar gedib bütün vitaminlərdən, əsas da ferritin, hansı ki dəmir deposudur, qanın ümumi analizi olsun, B12, B6 və s. yəni bir çox vitaminlərdən əslində analiz götürülməlidir və mən bunu həkimə bildirdim zaten. O dedi ki, ehtiyacı yoxdur. Yəni zaten qızınız 3 ayından bəri süni qida ilə qidalanıb və əslində bilinənin əksinə süni qidaların üstün tərəflərindən biri də elə vitamin deposu olmasıdır. Yəni artıq uşağınızın bədənində vitaminlər optimal səviyyədədir ki, yəni inkişaf geriliyi və s. yox. Və bu arada 1 yaşına da tam 9 gün qalıb. 1 yaşında da bildiyiniz üzərə qızılca peyvəndi mütləq şəkildə vurulmalıdır. Amma çox araşdırdım və qızılca peyvəndini inşallah vurdursam əgər ki, yüksək ehtimalla vurduracağıq, öz əldə vurduracağam. Özüm alıb aparacağam apteklərdən birindən və əgər sizə də yararlı olsa aşağıda qeyd edərsiniz. Sizlər üçün belə bir video hazırlayım. Öncə həkim qəbuluna gedəcəyik, daha sonra peyvənd vurulacaq. Elə həmin gün, yəni həkim qəbulundan sonra inşallah bir problem olmadığını desə həkim, elə həmin gün vurdurmağı düşünürük. Əgər sizlər üçün də maraqlıdırsa, zəhmət olmazsa aşağıda yorumlarda mütləq qeyd edərsiniz. Və səhifəmi izləyən əziz analar, sizə sualım: siz övladınıza hansı peyvəndləri vurdurmusunuz? Hansı peyvəndlərdə belə deyim, daha rahat olub və hansılarda müəyyən problemlərlə üzləşmisiniz? Zəhmət olmasa onları da qeyd edərsiniz. Mənə çox maraqlıdır. Açığı çox yəni get-gəldə qalmışam. Bu vaxta kimi hamısını poliklinikada elətdirmişəm. Sadəcə 3 ay yarım və 5 ayında ağız yolu ilə qəbul olunan rotavirus peyvəndini mən özəl klinikada elətdirmişəm. Yəni özüm aparmışam, o şəkildə eləyiblər. Belə zaten bilinənin üzərində çox baha çıxır. Əgər sırf hər şeyi özəldə elətdirsəniz, əlavə xərclər çox çıxır, amma özünüz alıb aparsanız daha uyguna başa gəlir. Biz hələ ki bu vaxta kimi hər hansı bir ciddi problemlə rastlaşmamışıq. Yəni qızdırması olmayıb məsələn. Adətən qızdırma əks təsirdir. Ya da ürək bulanma falan. Yəni heç bir əks təsir olmayıb. Bizdə əks təsir ancaq diş çıxarma dövründə olur. Və inşallah çox yaxın günlərdə yoldaşım əmi olacaq. Mən də bibi. Bu xonçanı aylar öncədən qaynanam sifariş eləmişdi. Mən də ən gözəl şəkildə hazırlayıb göndərdim indidən. İnşallah sağ-salamat eltim körbəsin qucağına alsın. Qəşəng şəkillər, videolar gələcək. Bu arada qeyd etmək istəyirəm ki, son günlər artıq qızımın simesini demək olar ki, kəsmişəm. Ancaq gecələr verirəm. Əgər çox ac olsa, axşam yatmamışdan öncə verirəm. Adətən artıq su, çay verirəm. Çay da bilirsiniz, hipin uşaqlar üçün olan çayını verirəm. Yəni artıq hiss edirəm ki, özü də qatı qida istəyir, bərk qida istəyir. Yəni püre tipli qidalardan artıq uzaqlaşır. Və burada da hazırlaşırıq yatmağa. Həmin o bəhs etdiyim çaydan verirəm ki, rahat şəkildə yatsın. Bu arada yaz fəslində olmamıza rəğmən hələ də yağışlar, küləkli havalar və soyuq havalar davam edir. Bu açığı biraz ürəyimi sıxır. Mənə gəlir ki, bu il bu şəkildə oldu. Yəni normalda aprel ayı bu qədər soyuq olmazdı. Hətta mənim nişanım da elə aprel ayında olmuşdu. Aprelin 23-ü olub bizim nişanımız və düzdür həmin vaxtda hava sərin idi, amma bu qədər də sərin değildi yəni. Ümid edirəm İnci xanımın ad gününə kimi biraz hava düzələr, keyfimiz açılar. Bu arada İncinin atasının ad günü, mənim bacım və İnci, yəni üçünün də ad günü dabadaldı. 26, 27, 28 aprel. Birinci yoldaşım, sonra bacım, sonra da qızım. Allah görək yoldaşım hansı tarixlərdə gəlib çıxacaq. Çox maraqlıdır. Zaten o gəldiyi gün çalışacağam, nəsə bir şeylər eləyim, sürpriz eləyim. Sizinlə birgə hazırlaşacaq demək olar. Yəni hər anını çəkib bölüşməyə çalışacağam bir video halında, yəni vlog şəklində. İnşallah ümid edirəm bəyənərsiniz.
Və qəfildən dolu yağmağa başladı. Heç gözləmirdik də. Yavaş-yavaş başqa bölgələrə də yağdı. Elə deyəsən birinci bura yağmışdı. Çünki biz videonu paylaşdıq ətrafdakılarla, amma onların hər biri deyirlər ki, bura hələ gəlib çatmayıb qohum-əqrabalarımız. Sonra yavaş-yavaş orada yağdı. Qeyd edim ki, biz əslində hazırlaşıb gedəcəkdik nənəmgilə. Sonra yeməyin verdik İnci xanımın, yollandı. Gecə üçün nəzərdə tutulan bu karşa çox qəşəngdir həqiqətən. 3 taxılla olmağına baxmayaraq xeyli enerji və yəni keçid südündən də olduğu üçün qızımın mədə bağırsağına həqiqətən çox yaxşı təsir elədi. Sanki hafif yemək kimi də atışdırmalık kimi yedizdirirəm. Tez hara lazımdır aparıram. Həftədə 2, maksimum 3 dəfə verirəm mən bu karşanı, yəni çox vermirəm. İnci xanım daha öncəki videolarda qeyd etdiyim kimi meyvə yeməməyə başlayıb. Yəni əvvəllər bananı, almanı çox sevərdi, amma indi qətiyyən yemək istəmir. Düşünürəm ki, yay meyvələrini yeyəcək. Ona görə də yenə də mədə bağırsağı yaxşı olsun deyə hazır bu uşaq yemləri alıram. Əsasən biz alırıq Hipin ya da Frutoniania. Elə onsuz da gündəlik tərəvəz püreləri, əlavə olaraq suplar, yeməklər hazırlayıb veririk. Sadəcə dediyim kimi meyvə qətiyyən dilinə vurmur. Məcburam. Mən də bu yola əl atmışam bir müddətlik. Əgər almaq istəsəniz Joker Baby Store-dan alın. Çünki endirimdədir pürelər. Əslində bu vaxta kimi cəmi 2 dəfə mən qızıma püre vermişdim. Hipin gavalı püresi. O da çıxarma vaxtı mədə və bağırsağında problem var idi deyə məcburiyyətdən vermişdim. Və qəşəng boğçamızı yığırıq, oyuncaqlarımızı, yeməyimizi, içməyimizi yollanırıq nənəgilə. Vaxtımız olduqca İnci özün yaxşı aparırsa əgər, çalışırıq ki, axşam saatlarında gedək bir stəkan çay içək. Təbii ki, çay və şirniyyat bəhanədir. Əsas istəyirik gedək birlikdə vaxt keçirək. Həm də İnci ilə oynamağı çox sevirlər. Bəli, artıq İnci xanım kef eləyir. Hamı onunla oynayır, onun nazını çəkir və ən gözəl, ən qəşəng, ən təmiz paltarların geyinib aparırıq. Burada da nənəm mahnı oxuyur ki, bəs İnci oynasın. Əvvəllər o dəqiqə başlayıb oynayırdı, amma son vaxtlar çox diqqətini cəlb eləmir. Belə bu şəkildə stolla tutur, ora-bura gəzir və hər yerdə biz acırıq. Ona görə də yanımızda mütləq surətdə yeməyimizi gətiririk. Artıq çox gec saatlar idi. Saat hardasa 12-yə işləyir biz bura gələndə. Ona görə də yanımızda süd gətirdik və qəşəng nanə cövhərli çay içdik. Sonra da söhbətləşib, İncini oynadıb, qəşəng yorub apardıq evdə yatmağa. Hər birinizə bir daha xoş izləmələr arzu edirəm və kanalıma abunə olub, videonu like edib, aşağıda şərh bölməsində fikirlərinizi yazmağı unutmayın.